Deyir, ülvi məqsəd üçündür Rəbbin. Göz, qulağı bəşərə. Öz gözü, öz qulağı, göz qulaqdır bəşərə. Qəlbi yanan ocaq tək, ürəkdə od yandırar. Bağrı yanan şam kimi ciyarlar odlandırar. Yəni, bizim daxilimizdəki ruh, cismimiz 4 ünsürdən yaranır. Od, hava, su, torpaq. Görürsən, biz bunu hər Novruz öncəsi bu çərşənbələri qeyd edirik. Bizim bədənimiz həmin 4 ünsürdən yaradılmışdır Allah tərəfindən və özü də bizi idarə edir. Nəfəsimizdir, baxmağımızdır, yeriyib, yürüyüb, yortub deyir, danışmağımızdır. O hamısı artıq daxilimizdəki ruhun, yəni Allahın zərrəsinin möcüzələridir, hikmətidir. İndi Allah Teala əgər sənin qulağına soyuq olursa, deməli səndə havanı gücləndirib ruh vasitəsilə. Cəza saatındır da sənin. Bax gör, harda səhvə yol veribsən, bəlkə qınıyıbsan, bəlkə biri sənə bir ibrətamiz söz deyib, başını bıraq deyibsən, bəlkə sənə biri bir nəsiyyət deyib, qulaq ardına veribsən, bir özün də axtar bunu. Elə belə deyil o. O soyuğa səni daxildən cəza üçün ruh edir bunu. Soyuqlandırır. Başa düşdünmü? O artıq cəzadır. Qulağın ağrıyırsa, sən cəzalanmısan ruhdan. Başa düşdün? Ruh da Allahın zərrəsidir, hər kəsdədir. Yazılır. Allah hər kəsin üzərindədir. Hər kəs vasitəsilə yaradandır. Ana, yaradıcı qüvvəli, yaranış da anadandır. Sən yaranış da sonda ana. İlk insan həyat verən can oldu, sonuncu insan həyat qidalandıran ruh. Budur. Ruhən insanları qidalandıran və budur. Sən yenə ana obrazındadır.